Son illərin statistikasına nəzərə salsaq, son 4-5 il ərzində satılan çıxarışlı daşınmaz əmlakların ortalama 60%-dən yuxarı hissəsi müxtəlif növ kreditli şərtlərlə, xüsusən də ipoteka kreditlə satılan əmlaklardır. Paytaxtın mərkəzi və mərkəzə yaxın ərazilərində ipoteka predmetinə çevrilə bilən evlərin sayında ciddi azalmalar var. Yəni, ipoteka predmetinə çevrilən evlər köhnə tikili binalardan 9 mərtəbəli, yeni tikili binalardan isə çıxarışlı mənzillərdir. Xüsusən də daşınmaz əmlak bazarında baş verən qiymət artımlarına nəzər salsaq, əmlak bazarında son illər ciddi şəkildə qiymətlərdə artımlar müşahidə olunur ki, bu da vətəndaşların ev almalarında ciddi əngəllər yaradır. Yəni, əmlakların satış qiymətləri artdıqca onların ilk ödənişləri də artır və onların aylıq ödənişləri də artıq vətəndaşların nəzərdə tutduğundan daha yüksək məbləğ olur. O baxımdan Bakı ətrafı ərazilərə baxsaq, Zığ, Günəşli və bu tip ərazilərdə mövcud olan köhnə çoxmənzilli yaşayış binalarının böyük hissəsi 9 mərtəbəli binalar olduğuna görə həmin binalardakı mənzillər ipoteka predmetinə çevrilə bilir və vətəndaşlar artıq ipoteka krediti ilə mənzil alarkən daha çox bu ərazilərə üst tuturlar. Yəni, onlar həm ipoteka predmetinə çevrilə bilir, həmçinin o mənzillərin satış qiymətləri mərkəzə yaxın ərazilərdəki mənzillərdən daha ucuzdur. Və hər hansısa bir əmlak ipoteka krediti ilə satılırsa, həmin əmlakın yenidən əmlak bazarına satışa çıxması uzun illər tələb edir ki, yəni bir əmlak 20-25 illik kreditə götürülübsə, onun yenidən satışa çıxması üçün həmin illər bitməlidir ki, kredit bağlansın, yenidən satışa çıxsın. O baxımdan bu tip ərazilərə, xüsusən də Zığ, Günəşli massivi və bu tip ərazilərə tələbat artdıqca, həmin ərazilərdəki əmlakların satış qiymətlərində də artımlar müşahidə olunur. Digər tərəfdən, Bakı ətrafı ərazilərdən Xırdalan, Masazır və fərdi yaşayış evlərinin ibarətdir. Böyük bir hissəsi və həmin fərdi yaşayış evlərinin böyük bir hissəsinin də çıxarışının olmaması səbəbindən vətəndaşlar öz mənzillərini qeydiyyata düşə bilmirlər, həmin mənzilləri qanuni formada sata bilmirlər. Başqa bir tərəfdən isə həmin ərazilərdə mövcud olan ciddi sıxlıq və tıxac səbəbindən o ərazilərdə yaşayan insanlar öz iş yerlərinə, təhsil aldıqları təhsil ocaqlarına və digər ərazilərə gediş-gəlişlərdə tıxac səbəbindən ciddi problemlər yaşayırlar və həmin səbəbdən də orada yaşayan sakinlərin böyük bir hissəsi öz mənzillərini sataraq infrastrukturun daha rahat olduğu ərazilərə köç etməyə üstünlük verirlər. Bu səbəbdən də Abşeron ərazisindəki yaşayış massivlərindəki mənzillər kütləvi olaraq satışa çıxır və mənzillər satışa kütləvi çıxdığı zaman rəqabətin yaranması onların qiymətlərinin enməsinə gətirib çıxarır.